Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Adım Kristinadır. Mən ailədən gəlmə Yahudi baxıcıyam. Kanalımda müxtəlif cür rituallar, proqnozlar, baxımlar paylaşacağım. Əgər sizə belə mövzular maraqlıdırsa, abunə olmağı unutmursunuz. Həmçinin də şəxsi baxımlar istəsəniz, videomun altında qeyd olunub, şəxsi baxımlar üçün müraciət edə bilərsiniz. Bugünkü videomda isə həftəlik proqnoz edəcəm. 3 variant olacaq. Siz variantlardan birini seçəcəksiniz və baxımı edəcəyik. Bu sizin intuisiyanıza dayanıqlı bir baxımdır. Yəni siz seçim edirsiniz və burada seçiminiz çox vacibdir. Birinci variant, ikinci variant və üçüncü variant. Deməli, seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Baxımı dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra baxıma davam edə bilərsiniz. Deməli, başlayıram birinci variantdan. Çox gözləmək istəmirəm. Kim birinci variantı seçib, həftəlik proqnoz sizinlə gözləyir. Deməli, həftə boyu sizi hər hansı bir maddiyatla bağlı problemlər gözləyə bilər. Yəni bu maddiyat borclarla da əlaqədar ola bilər, ya da sizin aldığınız maaşla, ya da istədiyiniz pulu almamağınızla və həmçinin də burada deməli sizin həyat şərtlərinizin sizi qane etməməyi də ola bilər. Yəni kifayət qədər sizə maddiyat gəlmədiyinə görə, yəni sizin istədiyiniz həyatı yaşamaq üçün, sizin istəklərinizi qarşılamaq üçün sizə daha çox maddiyat tələb oluna bilər və bu maddiyatı, yəni bu pulu almadığınız görə, yəni ala bilmədiyinizə görə problemlər yaşaya bilərsiniz. Həmçinin də burada maddiyat təkcə pul da olmaya bilər. Sizin ümumiyyətcə maddi perspektivlər ya da maddiyatla bağlı, gələcəyinizlə bağlı yatırımlarla əlaqədar sizin hər hansı bir qayğınız ola bilər, yəni narahatçılığınız ola bilər və burada həmçinin də belə bir şey ola bilər ki, siz çox pul xərcləyə bilərsiniz bu həftə. Yəni diqqətli olun sərf etdiyiniz, xərclədiyiniz pullarla. Çünki yəni bu həftə aldığınız hər hansı bir xərclədiyiniz hər hansı bir pul və ya aldığınız hər hansı bir şey sizə çox narahatçılıq gətirəcək. Yəni çalışın bu həftə heç nə almayın, çoxlu yüklü miqdarda xərcləmələr etməyin və alışlarınızı edərkən də çox diqqətli olun. Çünki yəni necə deyərlər, balaca bir şeydən başlayayım ki, nəyisə alırsınız, amma o ya xarab çıxır, ya da biraz işlətdiniz, xarab çıxır. Peşman olursunuz ki, ona pulunuzu xərclədiniz və yəni narazı qaldınız. Yəni həmçinin də bu sizin hər hansı bir insanla yəni əlaqədar da ola bilər. O insana pul xərcləyirsiniz ya da borc verirsiniz, amma min bir peşman olursunuz ki, bunu etdiniz. Yəni deyirsiniz ki, kaş ki heç eləməyəydim, ya da kaş ki bu insana o hədiyyəni almayaydım, ya da o insana bu qədər pulumu xərcləməyəydim. Yəni belə bir şey ola bilər. Yəni burada sizin hər hansı bir resurs baxımından da nəsə xərcləməyiniz, nəsə sərf etməyiniz bu həftə sizə çox böyük narahatçılıq gətirə bilər. Ya da ki, bu həftə etdiyiniz hər hansı bir xərcləmə resurs baxımından bu sizin pulunuz da ola bilər, vaxtınız da ola bilər. Çünki bəzi insanlar vaxta da pul kimi baxır. Yəni o vaxtı ki, mən ona xərclədim, gedib işimi görərdim, o da mənə yaxşı perspektiv maddiyat pul gətirərdi. Yəni belə bir şey də ola bilər. Yəni hər hansı bir sizin resurs xərcləməyiniz, sizin pul xərcləməyiniz sizə peşmançılıq gətirə bilər. Bu həftəyə də aid ola bilər. Yəni artıq siz bunu
yəni hiss edə bilərsiniz, düşünə bilərsiniz bu həftə içində. Ya da ki, bu həftə etdiyiniz hər hansı bir xərcləmə sizin gələcəkdə narahatçılığınıza və konfliktlərə hətta səbəb ola bilər. Yəni siz bu yəni xərcləməyə görə hansısa konflikt də yaşaya bilərsiniz. Belə bir şey də mümkündür. Ona görə diqqətli olun, çalışın bu həftə xərcləmələrinizə diqqət yetirin və hansısa insanlarla ilişki qurduğunuzda, əgər o insanlar sizdən yalnız maddiyyat umursa, tövsiyəm odur ki, o insanlarla ilişkini kəsin. İndi çox insanlar belə olub ki, insanlar sizin görünüşünüzə baxır, geydiyinizə baxır, sizin necə pul xərcləməyinizə baxır və ona istinadən sizinlə əlaqə qurur. Bu hər hansı bir əlaqə ola bilər, dostluq ilişkisi ola bilər, sevgili ilişkisi ola bilər. Yəni belə bir insanlarla çox diqqətli olun ünsiyyətdə. Əgər belə insanlar çevrənizdə varsa, çalışın elə insanları barındırmayın çevrənizdə. Və həmçinin də burada sizin də maddi perspektivlər burada daha ağır basır. Çünki burada sizin həmçinin də seçiminiz ola bilər. Yəni siz hər hansı bir işlə bağlı seçim edə bilərsiniz, gələcəyinizlə bağlı seçimlər edə bilərsiniz, maddi qazanclara görə seçimlər edə bilərsiniz və ya hər hansı bir yəni xərcləməyə görə də seçim edə bilərsiniz. Burada da yenidən sizə diqqət yetirməyiniz tövsiyə olunur və bu seçim çox uzun müddət çəkə bilər hətta. Yəni təkcə bu həftəyə deyil də bu həftədən başlayıb da daha uzun müddətinə təsir göstərə bilər. Yəni sizin o seçiminizdən çox böyük şeylər asılı olacaq. Yəni sizin maddiyyatınız da asılı olacaq. Sizin stabilliyiniz də asılı olacaq. Ona görə çox diqqətli olun seçiminizi edərkən. Bu hətta sizin şəxsi həyatınıza da aid ola bilər. Çünki hər hansı bir seçdiyiniz insan ilişki üçün ya da dostluq üçün onlar sizin stabilliyinizə də toxuna bilər, stabilliyinizə də təsir göstərə bilər. Bu həm maddi stabillik və ümumiyyətcə həyatda olan stabilliyinizə təsir göstərə bilər. Ona görə çox diqqətli olursunuz və həmçinin də burada siz deməli bəysinizsə, deməli sizin öz addımlarınızdan çox vacib şeylər olacaq və həmçinin də sizin dostlarınız varsa ya da ki qardaşlarınız varsa onlarla bağlı məsələlər çıxa bilər. Belə bir şey yoxdursa, yəni çox dostunuz, bəy dostlarınız yoxdursa, qardaşlarınız yoxdursa, deməli bu sizin özünüzlə bağlı olan məsələlər ola bilər. Yəni sizin öz fikirləriniz sizə, yəni bir insan olur ki, öz, yəni necə deyərlər, özü ilə bağlı çoxlu problemlər yaşayır, özü ilə bağlı fikirləri olur. Yəni belə bir şey ola bilər və öz addımlarınızla bağlı fikirləşə bilərsiniz. Necə edim bu situasiyada ya da başqa bir situasiyada. Əgər sizin qardaşınız ya da dostlarınız varsa, yəni sizin həyatınızda böyük rol oynuyorsa bu insanlar, bu həftədə onlar hansısa bir məsələ yarada bilər ki, o məsələ ilə bağlı siz necə deyərlər, o məsələdə siz rol oynayacaqsınız. Yəni ya sizdən hansısa məsləhət istəyəcəklər, ya da problemlərinin həllini istəyəcəklər sizə, ya da ki sizdən hansısa deyək ki kömək istəyəcəklər. Yəni bu borc da ola bilər, köməklik də ola bilər ki, mənə bu məsələdə ya tövsiyə et, necə edim, nətər edim, belə şeylər də mümkündür. Əgər siz qadınsınızsa, burada sizin çevrənizdə olan bəylərdən və ümumiyyətcə sizin sevgiliniz də ola bilər bu, çünki fərqli insanlar baxır. O insanın qərarları, yəni siz ya bilirsiniz ya da öyrənəcəksiniz ki, bu insan qərar verir və onun qərarı da biraz uzun çəkəcək. Yəni sizdən və necə deyərlər, sizi və ya başqa insanlar ya da başqa yəni sizlə və başqa insanlarla seçim edə bilər. Yəni bu ailəsi də ola bilər ya da başqa bir sevgilisi ola bilər və həmçinin də bu insan sizinlə bağlı hər hansısa bir seçim, hər hansısa bir qərar vermiş ola bilər. Yəni bu həftə bu vacib bir şey olacaq. Keçid etmək istəyirəm ikinci varianta. İkinci variantda nə gözləyir?
Deməli, burada sizi həftə boyu ikinci variantı seçənlər üçün sizi çox gözəl həftə gözləyir. Çoxlu gözəl kommunikasiya olacaq, çoxlu gözəl xəbərlər olacaq və həmçinin də burada qeyd etmək istəyirəm ki, sizin hər hansı bir gözlədiyiniz bir xəbər varsa, onu almış ola bilərsiniz, ya da ki, belə xəbər, yəni gözlədiyiniz xəbər biraz uzun çəkməyinə baxmayaraq yenə də sizi məmnun edəcək bir qərar ola bilər. Yəni çoxdan gözləyirsinizsə bu həftə artıq qərarlaşa bilər. Əgər bu həftə siz müraciət etmisinizsə, o biraz, yəni siz gözləməli olacaqsınız, amma yenə də sizi qane edən bir nəticə olacaq. Həmçinin də siz bu həftə yaxşı xəbərlərin, yaxşı kommunikasiyanın olmağına baxmayaraq bir sıra qıcıqlandırıcı şeylər olacaq sizi. Yəni deyək ki, sizə qıraqdan baxan hələ bilər ki, hər şey yaxşıdır bu insanda. Amma yenə də siz qıcıqlanacaq, nəyisə yəni çox belə fikrə salacaq şeylər tapacaqsınız. Yəni görünüşdə bir problem yoxdur, amma siz özünüz problemi yarada bilərsiniz. Yəni durduq yerə başlaya bilərsiniz nəyisə çox fikirləşməyə, ya da hər hansı bir şey evdə baş verirsə, deyək ki, nəyisə düz qoymurlar, nəyisə edirlər, sizi o qıcıqlandıra bilər. Yəni balaca deyək ki, çox böyük problem olmayıb da balaca şeylər olacaq, hansı ki sizi qıcıqlandıracaq və hirsləndirəcək həftə boyu. Həmçinin də burada sizdə biraz başqa deyək ki, sizin həyatınızda yaxşı olan perspektivləri, yəni sizə sunulan, sizə verilən hansısa şansları görməməyiniz çıxır. Burada çox vacib bir şeydir ki, ya sizin hansısa məsələdə həllini görmədiyiniz bir yol var, siz onu görmürsünüz ya da görmək istəmirsiniz. Amma o addım, o imkan sizə çox böyük yaxşı nəticələr gətirə bilər. Amma siz onu ya görmək istəmirsiniz, ya da ki, ümumiyyətcə görmürsünüz. Yəni belə insanlar da olur ki, mental olaraq kördülər, görmürlər. Amma belə insanlar da olur ki, onlar görür, amma istəmir onu eləmək. Bu yox, başqa cür olsun. Amma başqa cürə də alınmayacaq. Ancaq bu yol verilir sizə. Yəni burada, yəni sizin həyatınızda baş verən hadisələrə istinadən siz nəyisə görmürsünüz, çox diqqətli olmalısınız. Ya hansısa xəbəri bilmirsiniz, yəni sizin problemlərinizin həll olunması üçün hansısa xəbəri bilmirsiniz, yəni informasiya sizə hansısa gizlindir. Ya da ki, siz ümumiyyətcə görmək istəmirsiniz. Ya sizə deyilir, siz inanmırsınız, ya da ki, ümumiyyətcə qəbul etmək istəmirsiniz. Burada çox vacib bir şey budur. Və həmçinin də sizin gözləntilərinizlə bağlı bir şey ola bilər. Yəni sizin hansısa gözləntiləriniz qarşılanmaya bilər. Siz nəyisə gözləyə pasif durumda qalırsınız. Yəni burada çoxlu pasif qalma bir durum var ki, siz çox şeyi necə deyərlər, effektiv olaraq insanlar olur ki, hər hansı bir şey yaranır, anında müdaxilə edir. Anında o məsələni düzəldir, həll edir. Siz isə belə insan deyilsiniz. Siz daha çox gözləyən insan, ya da bu həftə belə olacaqsınız. Daha pasif, daha gözləyim, qarşı tərəfdən addımlar ya da qarşı tərəf həll etsin, ya da kimsə mənim yerimə gəlsin, mənim problemlərimi həll etsin. Yəni maddi olaraq, mənəvi olaraq problemlərimi həll etsin. Yəni burada biraz pasif, aqressiv durumlar ola bilər. Yəni siz həm aqressiv olacaqsınız, həm də ki pasif olacaqsınız. Və burada sizin gözləntiləriniz var. O gözləntilər ya qarşılanmaya bilər, ya da ki indi deyil də sonrasında qarşılana bilər. Amma o sizi o müddətdə, uzun müddət çəkməyi sizi qıcıqlandıra bilər, narahat edə bilər. Və həmçinin sizinlə yaxşı kommunikasiya qurulursa, siz də çalışın pozitivliklə cavab verin. Yəni sizə nəsə deyilirsə, anında qıcıqlanmayın, anında sivri cavab verməyin. Ya da sizə sivri cavab verilirsə, siz çalışın o insanla yaxşı münasibət qurun. Yəni sizə nəsə deyildisə belə, anında belə aqressiya ilə cavab verməyin. Çalışın ki, biz elə insanlar olur ki,
deyir nəsə, hansısa kritik, amma onu pis mənada demir. Yaxşı mənada deyir, amma sən anında onu pismiş kimi, yəni pis nəticəymiş kimi qəbul edirsən. Yəni bu insan mənə pis davranır, onun pis niyyəti var. Belə deyil həmişə. İnsanlar bəzən fikirləşmədən də bəzi şeyləri deyə bilər. Yəni sizə qarşı yaxşı münasibəti olub da, yəni ağzının danışığını da bilməyə bilər. Yəni ümumiyyətcə sizə qarşı bir kini, belə pis niyyəti yoxdur. Sadəcə belə danışır, fikirləşmədən danışır. Siz isə bu həftə çalışmalısınız bu insanlarla pozitiv, yaxşı ilişki qurmağa. Yəni sizə hətta kritika edilirsə, çox sağ ol deyib keçməlisiniz. Yəni başlamamalısınız necəsə pis cavab verməyə, ya da ki o insanı cavab olaraq iynələməyə. Yəni bu səhv olacaq. Ancaq bu təqdirdə həftəniz daha da gözəl keçəcək. Keçid etmək istəyirəm 3-cü varianta. 3-cü variantda nə gözləyir? Çünki 2-ci variantda yaxşı həftədir. Sadəcə insanın öz, 2-ci variantı tutanların öz psixotipi belə olacaq. Yəni insanlar 2-ci variantı seçənlər özləri biraz qıcıqlanıb, depressiv, pasiv, depressiv ola bilər və pasiv, agresiv. Deməli, 3-cü variantı seçənlər üçün 3-cü variantda sizi həftə boyu hər hansı məsələlərinizlə bağlı sizi narahatçılıq gözləyə bilər. Bu narahatçılıq sizi çox kövrəkliyə gətirib çıxarda bilər. Qadınsınızsa, xanımsınızsa, hətta göz yaşına qədər, yəni çox belə ağlayan bir xanım olacaqsınız bu həftə. Yəni hər şey sizi duyğulandıra bilər, ağlada bilər. Hər hansı bir söz, hər hansı bir hərəkət ya da belə hadisələr baş verə bilər. Hansı ki sizi çox narahat edə bilər, göz yaşına qədər çatdıra bilər. Ya da ki sizin xətrinizə kimsə dəyə bilər və o insanların etdikləri sizə o ciddi dərəcədə toxuna bilər və ciddi dərəcədə toxunmağı sizi göz yaşına gətirib çıxarda bilər. Həmçinin də burada hər hansı bir bəylə mesajlaşmanız varsa ya da deyək ki ilişki onlayn qurulursa ya da ilişkinin çox vaxtını onlayn keçirdirsinizsə, yəni çox vaxtı sözlü mesajlaşmalarınız varsa, bununla bağlı sizin ya o qarşı tərəf sizə gec cavab verəcək, bu sizi narahat edəcək, qısqandıracaq, ya da ki ümumiyyətcə sizə çox kobud davrana bilər bu həftə o insan və həmçinin sizin xətrinizə, qəlbinizə dəyə bilər. Hər hansı bir rəsmi orqanlarda, rəsmi yerlərdə sizin hər hansı bir işiniz varsa ya da hər hansı bir sənəd vermişdinizsə, o sənəd negativ bir şəkildə cavablanacaq. O insan sizə kiməsə müraciət etmişdinizsə, o insanlar, xüsusən də rəsmi olan insanlar sizə ya rədd cavabı verə bilər, ya da ki çox kobud davrana bilər, cavab verərkən belə sizin xətrinizə toxuna bilərlər. Yəni çox diqqətli olun, hər hansı bir sənəd alış-verişinizdə, hər hansı bir sənəd yazmağınızda hansısa ayrıntıları görməyə bilərsiniz, nəyisə görməyə bilərsiniz və bu sizə çox böyük bir problem yarada bilər. Ona görə çox diqqətli olun. Bu bəy, xanım, yəni fərqi yoxdur. Hər hansı bir müraciətiniz, rəsmi müraciətləriniz varsa, bu sizə çox böyük problemlər yarada bilər və pis nəticə gələ bilər. İşlərinizdə də həmçinin hər hansı bir proyektiniz varsa, orada siz problemlər yaşaya bilərsiniz. Ya sizin işinizi, yəni etdiyiniz işə lazımı qədər yaxşı nəticə almayacaqsınız, yəni maddi olaraq ya da emosional olaraq sizi dəstəkləməyəcəklər, sizi tərifləməyəcəklər, ya da ümumiyyətcə pis nəticə alacaqsınız, yəni ümumiyyətcə o proyekti yaxşı yerinə yetirə bilməyəcəksiniz, ya da o sənədləri yaxşı düzəldə bilməyəcəksiniz. Həmçinin siz oxuyursunuzsa, çox diqqət yetirin öz imtahanlarınıza, öz imtahanlarınıza və öz yazdıqlarınıza. Yəni sizin hər hansı bir səhv yazdığınız şey ya da diqqət yetirmədiyiniz şey sizə çox böyük problemlər yarada bilər. Ona görə diqqətli olun.
Və burada qeyd etmək istəyirəm ki, həftə boyu sizi də həmçinin yəni kimsə harasa dəvət edə bilər, sizi hər hansı bir qeyd etmə durumu ola bilər, yəni sizi çağırırlar hər hansı bir bayrama ya da ad gününə ya da nəyisə qeyd etməyə, belə bir şey də mümkündür. Yəni siz nəyisə həftə boyu, yəni bu həftənin əvvəli də ola bilər, axırı da ola bilər. Amma mən daha çox həftənin sonlarına doğru görürəm. Yəni burada müxtəlif cür insanlar baxır, amma mən bunu daha çox həftənin ikinci yarısında görürəm. Sizi dəvət edə bilərlər, siz nəyisə qeyd edib də başqa insanları dəvət edə bilərsiniz və bu çox gözəl, pozitiv bir şəkildə keçəcək və sizə çoxlu emosional, gözəl anlar bəxş edəcək. Baxımın bu qədəridir. Əgər bəyəndinizsə abunə olmağı unutmursunuz və həmçinin də şəxsi müraciətləriniz varsa yaza bilərsiniz. Videomun altında qeyd olunub. Mən isə sizinlə sağollaşıram. Şərh bölməsinə də yaza bilərsiniz öz istədiyiniz mövzuları. Çalışacağım ona uyğun çəkim edim. Mən isə sağollaşıram. Sağ olun.